Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aktyor Talih Yüzbəyovun səmimi etirafı sosial şəbəkələrdə və mediada diqqət çəkib. Sferas xəbər verir ki, sənətçi bildirib ki, orta statistik Rasim obrazı ona çox doğmadır və bu obrazın yaşadığı vəziyyəti demək olar ki, özü də həyatında hiss edib. Aktyorun sözlərinə görə filmdə Rasim oğluna hədiyyə alacağına söz verir, lakin iş yerinin bağlanması səbəbindən pul tapa bilmir. Çıxılmaz vəziyyətdə qalaraq oğurluğa əl atır və sonradan ailəsinin yanında pis duruma düşüb. Talih Yüzbəyov qeyd edir ki, oxşar anları o da yaşayıb, sadəcə bəxti gətirib. Bir dəfə kartımda cəmi 35 manata yaxın pul var idi. Uşaqların yeməyinə güclə çatırdı. Marketdə aldığım uşaq qidasını evdə yaşa uyğun düzgün götürmədiyim məlum oldu. Geri qaytarmaq lazım idi. Bu ən çox nifrət etdiyim hallardan biridir. İnzibatçı dedi ki, uşaq qidasıdır deyə təhlükəsizlik qaydalarına görə dəyişmək olmur. Arxamda növbə narazı idi, cibində başqa pul yox idi, yenisini alım. Aktyor etiraf edib ki, həmin an beynindən ağır fikirlər keçib. Düşündüm ki, bəlkə götürüb qaçım. İnzibatçıya necə baxıb elə sözlər dedim ki, o hiss etdi ki, pulum yoxdur. Talih Yüzbəyov vurğulayıb ki, məhz həmin an onun həyatında dönüş nöqtəsi olub. Və sonda bildirib ki, bu qərardan sonra yenidən sənətinə qayıdıb, filmlər çəkib və həyatında yeni mərhələyə başlayıb.